Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycanın şimalında yaranan növbəti feodal dövləti olan Şəddadilər dövlətidir. Feodal dövlətləri, əmirlikləri, hakimlikləri biz öyrənərkən deməli, dərslikdən fərqli olaraq iki qismə ayırmışıq. Şimali Azərbaycan ərazisində yaranan feodal dövlətləri 9-11-ci əsrlərdə və Cənubi Azərbaycan ərazisində yaranan feodal dövlətləri 9-11-ci əsrlərdə. İndi isə Şimali Azərbaycanda yaranan növbəti feodal dövləti Şəddadilərdən danışırıq. Şəddadilər dövləti 971-ci ildən 1088-ci ilə kimi mövcud olub, dəyərli yoldaşlar. 971-1088. Şəddadilər əvvəllər Dəbil ətrafında yaşayırdılar. Dəbil ətrafında yaşayırdılar. Məhəmməd İbn Şəddad kimdir bu adam? Deməli, Məhəmməd İbn Şəddad Salari ordusunda xidmət edirdi və 951-ci ildə Dəbili ələ keçirir, Dəbil şəhərini ələ keçirir. Lakin Dəbil şəhərində deməli möhkəmlənə bilmir. Düzdür, müstəqil əmirlik yaradır Dəbildə. Yəni söhbət 951-ci ildən gedir. Müstəqil əmirlik yaradır. Amma tam möhkəmlənə bilmir Dəbildə. Əli Ləşkəri 971-ci ildə Salarilərin Gəncədəki naibini deməli şəhərdən qovur və Şəddadilər dövlətini yaradır. Neçənci ildə? 971-ci ildə. Deməli, Əli Ləşkərini Şəddadi dövlətinin yaradıcısı kimi deməli tarix qəbul edir. Paytaxt Gəncə şəhəri olur. Araz çayından şimaldakı, söhbət Araz çayından şimaldakı Salari torpaqlarından gelir və bu Salari mülklərini özünə tabe edir. Kim? Deməli, Əli Ləşkəri. Eyni zamanda Əli Ləşkəri Bərdəni, Şəmkiri də Şəddadilər dövlətinə birləşdirir. Dəyərli yoldaşlar, davam edirik. Fəzl İbn Məhəmməd. Fəzl İbn Məhəmməd 985 1030-cu illərdə Şəddadilər dövlətində əmir olub. Yəni, əmir niyə deyirik? Çünki Şəddadilər dövlətinin başçıları, hökümdarları əmir titulu daşıyırdı. Xırda feodal mülklərini ləğv edir. Xırda feodalları özünə tabe edir. Dəbili birləşdirir. Atababa yurdu Dəbili birləşdirir. Eyni zamanda Beyləqanı da Şəddadilər dövlətinə birləşdirir. Gəncə şəhərində, yəni paytaxtda, dövlətin paytaxtında öz adına pul kəsdirir və Gürcülərlə, Xəzərlərlə mübarizə aparır. Şirvanşahlar dövləti ilə qohumluq əlaqələri qurur. Tiflis müsəlman əmirliyi və Rəvvadilər dövləti ilə dostluq əlaqələri qurur. Yəni, diplomatiyaya əsaslanan bir deməli, xarici siyasət yürüdür. 1027-ci ildə Xudafərin körpüsünü saldırır Araz çayı üzərində. Buna iki Azərbaycan dövlətini birləşdirən körpü də deyilir. Yəni Şəddadilər dövləti ilə deməli Rəvvadilər dövlətini bir-birinə birləşdirən körpü. Musa İbn Fəzl 1030-1034-cü ildə deməli hakimiyyətdə olub Şəddadilər dövlətində. 1030-cu ildə Beyləqanda Musa İbn Fəzlin qardaşı qiyam qaldırır. Qardaşına qarşı hakimiyyət mübarizəsidir. Bu zaman Musa İbn Fəzl Azərbaycan ərazisində olan Slavyanlardan kömək istəyir. Və Slavyanlar gəlir, Beyləqan əhalisinə divan tutur, qiyamı yatırdır və Bizans yolu ilə hədiyyələrini alıb, Bizans yolu ilə öz ərazilərinə qayıdırlar. İkinci ləşkəri 1034-1049-cu illərdə hakimiyyətdə olub. 1034-1049-cu illərdə. İkinci ləşkəri 1037-ci ildə Dəbilə hücum edən Bizans erməni birləşmiş qüvvələrini məğlub edir. Deməli, 1037-ci ildə Bizans erməni birləşmiş qüvvələri Dəbilə hücum etmişdi, lakin bunun qarşısını ikinci ləşkəri alır. 1038-ci ildə Bizans Gürcü qüvvələri, birləşmiş qüvvələri Tiflisə hücum edir, Tiflis müsəlman əmirliyinə. Yəni Tiflisə hücum edir daha doğrusu. 1038-ci ildə bu hücumun qarşısında ikinci ləşkəri alır. 1048-ci ildə Səlcuqlarla birləşir, arana gələn Səlcuqlarla birləşir Əli ləşkəri
və Bizans, Gürcü, Erməni birləşmiş qüvvələrini məğlub edir. Kimlə bir yerdə? Səlcuqlarla bir yerdə. Deməli, Aran Şah belə bir adlanma var. Bu ikinci ləşkəriyə aiddir. Aran Şah. Harada rastlasaz, deməli, ikinci ləşkəridən söhbət gedir. Əbuləsvar Şavur 1049-1067-ci illərdə Şəddadilər dövlətinin əmiri olub. Deməli, onun dövründə mərkəzi hakimiyyət güclənəcək. Daha da mərkəzləşmə baş verəcək, güclənəcək və islahatlar keçirəcək. İslahatları Əbuləsvar Şavur 3 istiqamətdə keçirdir. İctimai sahədə, iqtisadi sahədə və ordu, yəni hərbi sahədə islahatlar keçirdir. Deməli, Şirvanşahlar və Gürcülərlə mübarizə aparır. Şirvanşahlar və Gürcülərlə müharibələr edir, mübarizə aparır. 1054-cü ildə Səlcuqlara tabe olur, Səlcuqlu imperatorluğuna tabe olur. Alanlardan qorunmaq üçün bəzi tədbirlər görür. Yəni, alanlar hücum edirdilər və alanlardan qorunmaq üçün Əbuləsvar Şavur tədbirlər görür. 1062-ci ildə Gəncə ətrafında hasar və xəndəklər çəkdirir. Kimlərdən qorunmaq üçün? Alanlardan qorunmaq üçün. 1063-cü ildə Gəncə qoşa qala qapılarını düzəltdirir. Kimə düzəltdirir? İbrahim Osmanoğlu ustaya düzəltdirir. Neçənci ildə? 1063-cü ildə. Kimlərdən qorunmaq üçün? Alanlardan qorunmaq üçün. Üçüncü fəzil 1074-1088-ci illərdə 1074-1088-ci illərdə 3-cü fəzil deməli Şəddadi əmiri olub. Eyni zamanda bildirək ki, sonuncu Şəddadi əmiridir. Onun dövründə Səlcuqlarla münasibətlər pisləşəcək və Səlcuqlar deməli Şəddadi dövlətinin müstəqilliyini özləri üçün təhlükə gördükləri üçün 1088-ci ildə Səlcuqlu sultanı 1-ci Məlikşah öz sərkərdəsi Buğanı göndərir Şəddadilər dövləti üzərinə və Şəddadilər dövlətinin varlığına son qoyulur. Dəyərli yoldaşlar, davam edirik. Keçirik Cənubi Azərbaycan ərazisində yaranmış feodal dövlətləri.